göstər. Sonra göstər. Buyurun, buyurun, parçalara baxın. Yaxşı. Gəl görüm. Bax, Hacı Qara qaçaqmalçılığa gedir. Bu cinayətdir də. Bunu tuta bilərlər. Sən də bunun həyat yoldaşları. Arvadı eşidir Hacı Qara nə edir? Bu başıma xeyir. Bircə bu qalmışdı eləmədiyin. Belə qəşəngsən, narahat olursan, təlaş hissi keçirdirsən. Yaxşı? Hə. Altıbəz kəndi parça dükkanı, Hacı Qara əlində yarım arşın biçib oturub. Allah kəsin belə alış-verişi, 3 aydır mal gətirmişəm, bir top da satmamışam. Bu bazarlarda heç bir bunları satıb qurtarıb bilməyəcəm. Evim yıxıldı, getdi, bu nə işdir başıma gəldi, bu hesabla düz 100 manat zərərim var. Əskər bəy Səfər bəy və Heydər bəy dükkana daxil olurlar. Xoş gəldiniz, səfa gətirdiniz. Buyurun, parçalara baxın. Hazır biz bazara gəlməmişik, başqa üstün buyurmuşuq. Bəylər, bir öz cavab gələrsiniz, danışarız. İndi müştərilərin gələn vaxtıdır, dükkanın qabağını kəsməyin. Hazır, ham bilir ki, sən 3 aydır kuş topu satmamısan, sənə bir şəksin bayırdır ki, o 5 gündə 100 manat xeyir qalsın. İstəmirsənsə, başqa məsələ. Əskər bəy, Səfər bəy və Heydər bəy getmək üçün ayağa qalxırlar. Necə, 15 gün 100 manat xeyir. Hazır, indi mənə qulaq az, bırak malı çox baha olun. Sən onu bir arabası alıb 6 şuha sata bilərsən və sadəcə 2 şuha xeyir qalır. Bunun səbəbini bilirsən nədir? Çünki Təbrizlə arasın o tayını heç kim keçə bilmir. Amma mən səni gizli yollarla aparacağım və sən orada ucuza alıb burada yaxşı qazanc əldə edilirsən. Hacı Qaranın evi. Əgər Əskər bəyin deyicilər doğrudursa, onda bir həftəyə xeyli pul qazanaram. Doğrudur, Təbrizi o tayına keçmiş təhlükəlidir. Amma əldə edəcəyim gəlirə dəyər. Həm də Əskər bəy söz vermişdir ki, bütün mallarımı sağ-salamat gətirib çıxardacaq dükkanıma. Otan qapısı açılır və Hacı Qaranın arvadı tükəz içəri daxil olur. Akşi, nə edirsən axı? Bu yaraq yasağı qabağına niyə tökürsən? Səfərim var, yola çıxacağım. De görüm, hara gedəcəksən? Əskər bəy və Heydər bəylə Təbriz bazarına gələcəm. Bəylər mən gizli yollarla Təbrizin otoyunu keçidəcəklər. Biz bir yasman jandarım görməyəcəm. Buy başıma xeyir, indi qaçamalçılıq edəcəksən. Bircə bu qalmamışdı. Get dur ayağa, dükkanda malını sat. Dükkanda məcəl fayda var, qoymazsınız başımın çarəsini. Ay kişi, başına nə gəlib? Çarəsini qılasan, nə danışırsan axı? Daha nə gələcək? 100 manat zərərim var, boğazımdan çörək də keçmək. Sənin görün boğazın elə tutulsun ki, bir damcı su da axmasın. Bu qədər pulu yığıb nə edəcəksən axı? 100 manat ziyandan ötürür, niyə özünü öldürürsən? Öz pulunu nə özünə xərcləyirsən, nə də ailənə xərcləyirsən? Əskər bəy Səfər bəy və Heydər bəy həyətə daxil olurlar. Hacı Qara onlara qoşulub həyətdən çıxıb, tükəz onların ardınca qalır.